Salam. Bir heca təşkil edən şəkilçilər mövzusunda izahlara davam edirik. Növbəti nümunə 7-ci. Lar 2 cür. Lar 2 cür şəkilçisi biz cəm şəkilçisi kimi qəbul edirik və həmişə bir qrammatik şəkilçidən ibarət formada demək olar ki, çıxış edir. Amma bəzi bir məqamda lar şəkilçisinin parçalanması var. Bunu araşdırmaq üçün nəyə diqqətli olmaq lazımdır? Birinci, biz lar şəkilçisi hansı nitq hissəsinə qoşulub, onu araşdırmalıyıq. Lar feildən başqa bütün nitq hissələrində yalnız bir qrammatik şəkilçidir və cəm şəkilçisidir. Deməli, əgər lar feildə deyilsə, orada heç bir araşdırma aparmağa ehtiyac yoxdur. Amma lar feildə iştirak eləyirsə, o feildə bütövlükdə cəm şəkilçisi də ola bilər, bir dənə qrammatik və bir leksik, bir qrammatik şəkilçi də ola bilər. Və bunu araşdırmaq üçün birinci növbədə biz la hissəsinə diqqətli olmalıyıq. La hissəsi feildə həm leksik şəkilçi ola bilər, həm də söz sonluğu ola bilər. Əgər o leksik şəkilçidirsə, hər iki halda o qeyri-qəti gələcək zamanda y bitişdiricisi ilə şəkilçini qəbul eləyir, yar formasında. Məsələn, gözlə, gözləyər, saxla, saxlayar. Və bu halda lanın söz sonluğu yoxsa şəkilçi olmasını araşdırmaq ilk növbədə lazımdır. Əgər la orada leksik şəkilçidirsə, deməli, yar qeyri-qəti gələcək zamanın ixtisarı olan r qrammatik şəkilçi olur və ikisi birləşərək formaca lar bir heca yaradaraq bir heca tərkibində iki şəkilçiyə ayrılır. Yox, əgər la orada söz sonluğudursa, onda artıq orada ancaq r şəkilçisi olacaq və lar forma olaraq artıq görünməyəcək. Yəni, orada ümumiyyətlə lar ünsürü olmayacaq. İndi bunları qeydlər üzərində izah eləyək növbəti videoda.